Şah qızı Pərixan xanımın Şirvanşahın oğlu Şəhzadə Xəlilullahla evlənməsinə razı oldu. Şirvanşah II. İbrahimin qızı da 1523-cü ildə Təbrizə göndərildi. Şah 1501-ci ildə Təbrizə daxil olub yeni dövlətin əsasını qoyanda, Sünni Ağqoyunlu dövlətinin vəziri Zəkəriyyə Təbrizini Səfəvilər dövlətinin baş vəziri təyin etdi. Bütün bu hadisələr onu göstərir ki, Şahın sünnilərə qarşı münasibəti mənfi deyildi. Ancaq müxtəlif dövrlərdə ölkənin ayrı-ayrı bölgələrində kifayət qədər qətllər olmuşdu. Bunun da səbəbi Ağqoyunlu əmirlərinin yeni dövlətə mənfi münasibəti ilə əlaqədar idi. Şah təbii olaraq belə əmirlərin müqavimətini qırıb, mərkəzi hakimiyyəti gücləndirmək üçün bu addımları atırdı. Ağqoyunlular sünni olduqları üçün bu hadisələrə sünnilərin qətli donunu geydirmək çox asandır. Buna bənzər hadisələr Şirvanda da baş vermişdir. Ancaq bu hadisələrə sünnilərin qətli kimi yox, mərkəzi hakimiyyətin gücləndirilməsi kimi yanaşmaq lazımdır. Bəzi dırnaqarası